Əminə Şirinova heç vaxt, heç yerdə diş ağrısından şikayət eləməyib. Amma onun otağından diş qəlbi tapılıb. Hardan düşüb ora? Yenə də tapmacam. Necə bilirsən Rüstəm? Əminə Şirinova ilə maşından düşüb qaçan qız eyni adamdır ya yox? Mən bilən, hə. Bax, bunu yoxlamaq lazımdır. Məncə, Şirinovdan başlamalıyıq. Mən istəyirəm ki, Nə bilirsiniz... istədiyinizi mən sizdən yaxşı bilirəm. Təzə bir xəbər var? Salam əleykum. Salam əleykum. Buyurun. Mən dedim, bəlkə sizdə bir xəbər oldu. Yox. Sizi sevindirmək istəyirəm, ancaq qorxuram vaxtsız olsun, çünki məlumatı eləməlli yoxlamamışıq. Aldığımız xəbərdən belə çıxır ki, Əminə bu neçə günü Nizami 68, mənzil 7-də qalırmış. Ola bilməz. Bunu necə öyrənə bildiniz? Məncə burada sevgi məsələsi var. Yox, nə danışırsınız? O elə uşaqdır. Sizin gözünüzdə ola bilsin ki, uşaqdır. Ancaq bizə məlumdur ki, hər axşam işdən sonra harasa gedirmiş. Hər axşam. Yaxşı, bu sevgi görüşü deyilsə, bəs nədir onda? Görünür, siz haqlısınız. Düzü, belə işlərdə çətinlik çəkirəm. Cavanlıqda elədiklərim yadımdan çıxıb. Yox, bu bizim bacı qızının nişanlısıdır. Bir o tərəfə bax. Nə olub ki? Oradakı kişini deyirəm. Məncə o səhərdən biz tərəfə baxır. Sarsağlama. Cəmaat sahilə gəlir ki, dənizə tamaşa eləsin. Dənizdə səndən başqa adam yoxdur. Kimi gözləyir orada? Yəqin qız gözləyir də. Görüşə gəlir.